Artıq növbəti mövzuda isə bizi qarşılayır heca mövzusu. Heca nədir? Sözün asanlıqla bölünə bilən hissəsinə bizdə heca deyilir. Baxın, heca 1, 2, 3 və daha artıq hecadan ibarət ola bilər. Və hər hecada mütləq bir sait səs olmalıdır. Çünki hecanı yaradan səslər sait səslər hesab olunur. Və açar sözdəki hecalar saitin sayına görə müəyyənləşdirilir. Məsələn, tutaq ki, ana sözünü yazıram mən bura. Ana sözündə 2 dənə sait var. Deməli 2 dənə heca var ana sözündə. Amma bu sözü sətirdən sətrə keçirdə bilmərəm. Ən vacib nüans. Niyə? Çünki A yazıb tre qoyub na yaza bilməyəcəm. Və yaxud digər bir nümunə, an yazıb tre qoyub a yaza bilməyəcəm. Ona görə ki, sait səsi nə hecanın əvvəlində, nə də hecanın sonunda tək qala bilməz. Biz deyirik ki, ana sözündə 2 dənə heca var. Çünki 2 dənə sait var. Sözdə saitin sayı qədər heca olur. Amma ana sözünü mən hecadan hecaya keçirdə bilməyəcəm, sətirdən sətrə keçirə bilməyəcəm. Çünki nə tək sait səsi hecanın əvvəlində, nə də sonunda işlənə bilməz. Sonra növbəti bir detalımız, biz qeyd elədik ki, sözdə saitin sayı qədər heca var, vacibdir bu. Baxın, əgər sözün ortasında 2 dənə tutaq ki, samit yanaşı gəlib, sək-kiz şəklində. Bunu hecaya parçalayanda siz birini bir hecada, digərini də digər hecada saxlamalısınız. Məsələn, bu sək-kiz şəklində hecaya keçirilmiş olur. Vacib qaydalarımızdan biri. Əgər sözün belə deyək, əvvəlində 2 dənə sait yanaşı işlənərsə, bunu a, i, lə, li şəklində hecaya keçirtmək lazımdır. Yəni nə demək istəyirəm? Buranı təmizləyək, tam aydın şəkildə sizə göstərim. Baxın, burada sözün ortasına 2 dənə sait yanaşı gəlib. Bunu A2 saiti əvvəldə saxlamaq lazımdır. Qalanlarda isə normal qaydada hecadan hecaya keçirə bilərik. Sonra biz nəyi qeyd elədik? Növbəti bir nüansımız bizdə indi bəzi belə deyək, konkret qaydalardır. Məsələn, nədir? Bəzi bir hecalı sözləri sətirdən sətrə keçirtmək olmaz. Tutaq ki, mən bura kənd yazmışam. Burada bir dənə sait səsi var deyə mən bunu hecadan hecaya keçirdə bilmərəm. Sait və samit səslərini hecadan hecaya keçirdəndə bir-birinə ardıcıl olaraq izləməlidir. Münasibət. Fikir versiniz, samit, sait bir-birini əvəz eləmiş olur burada. Yəni bir-birini izləmiş olur. Ardıcıl şəkildə hecaya keçirilir, yəni bir-birini izləyir. Sonra növbəti bir nüans bizdə rəqəmlərdə verilən ixtisarlardır və yaxud belə deyək, şəkilçi ixtisarlarıdır. Ölçü vahidi, yəni santimetr, metr, ton, litr, uzunluq, ölçü, çəki vahidlərdir ki, bunların heç biri hecadan hecaya keçirilə bilməz. Məsələn, buradakı santimetr işarəsi, buradakı faiz işarəsi, buradakı sot işarəsi hecadan hecaya keçirilə bilməz. Və yaxud mürəkkəb adların ixtisarları ABU, BMT, bunları mən B yazıb, MT və yaxud tam əksində hecadan hecaya keçirə bilmərəm. Yanlışdır. Sonra bizdə digər bir nüans, sözün daxilində qoşa samit varsa, bunları hecadan hecaya keçirdəndə biri bir hecada, digər hecada qalmalıdır. Bu haqda da artıq danışmışdıq. Mürəkkəb adların qoşa tərkib hissələri isə hecalara ayrı-ayrı keçirilir. Məsələn, tutaq ki, günə baxan sözündə 2 dənə sözün birləşməsindən əmələ gəlib. Günə baxan şəklində keçirilməlidir. Yəni, hər bir mürəkkəb söz ayrı-ayrılıqda hecaya keçirilməlidir. Heca haqqında deyəcəyimiz anlayışlar çox lakonik anlayışlardır. Bu, sadə bir mövzudur, hansı ki, biz bunu ibtidai sinifdən ilkin anlayış kimi öyrənmişik. Plus, heca anlayışı dövlət qulluğu sektoru imtahanlarında çox az istifadə olunan sual tipidir. Demək olar ki, istifadə olunmur. Növbəti bir anlayışımız ahəng qanunudur. Ahəng qanunu sözdə incə və ya qalın saitlərin bir-birini izləməsinə deyilir və ahəng qanunu 2 cür olur. Qalın saitlərin ahəngi və incə saitlərin ahəngi. Məsələn, burada nə demək istəyirik? Ümumiyyətlə fikir verirsiniz,
dənizçilik sözündə yalnız istifadə olunub ə və i saiti. Bunlar yalnız incə saitlərdir. Amma qalın saitlərdə oxumaq sözündə fikir verirsiniz bu sözə. O, u və a saitlər istifadə olunub. Bunlar da yalnız qalın saitlər hesab olunur. Birinci sözdə incə saitlər, ikinci sözdə isə qalın saitlər istifadə olunub. Və bu sözlərdə artıq ahəng qanuna tabe olmuş olur. Çünki birində yalnız incə saitlərdir və bu incə saitlərin ahəngi hesab olunur. Digərində yalnız qalın saitlərdir və bu da qalın saitlərin ahəngi hesab olunur. Amma bir sözdə həm incə, həm qalın sait gələrsə, məsələn, mən buraya yazıram kitab sözünü. Həm incə, həm də qalın sait işlənib. Artıq bu söz ahəng qanununa tabe olmuş sayılmış. Sonra ahəng qanunu bizim üçün dəmir qanun hesab olunur. Türk dillərində ümumiyyətlə ahəng qanunu dəmir qanunu kimi səciyyələndirilir və ilk dəfə Mahmud Kaşqari tərəfindən yaradılmış bir qanundur. Və bizim dilimizin qaydasına görə mütləq şəkildə bütün sözlərimiz ahəng qanununa tabe olmalıdır. Amma bir qrup sözlər var ki, onlar ahəng qanununa tabe olmaya da bilər. Hansı ki, onlar milli sözlərimizdir. İlğım, işıq, inanmaq, inanc, işıldamaq, iraq, sanki, güzey tipli sözlər əsl sözlərimiz olmasına baxmayaraq onlar ahəng qanununa tabe deyil. Səbəbi isə qeyd olunduğu kimi hansı ki zamanla sözlərdə dəyişikliklər gedib. Məsələn, əvvəl bu ilan şəklində imiş. Zamanla dəyişiklik dildə sivilizasiya gedib, dəyişiklik olub, bu ilan şəklini alıb və həmin söz milli söz olmasına baxmayaraq ahəng qanununa tabe olmayıb. Sonra Elnur, taxta biti, davadabanı tipli milli mürəkkəb sözlərimiz də ahəng qanununa tabe olmaya bilər. Eyni zamanda ahəng qanununa tabe olan bütün sözlər milli sözlər hesab olunmur. Məsələn, tutaq ki, təhsil sözü də ahəng qanununa tabedir, amma bu söz ərəb-fars mənşəli sözdür. Şəkilçilərimiz də adətən ahəng qanununa uyğun olaraq təyin olunub yazılan belə deyək şəkilçilər hesab olunur. Amma cəfakir, sənətkar, vətəndaş, yəni bir variantlı şəkilçilər, dar, keş, xana, pərəz, pərvər tipli şəkilçilərdə onlar ahəng qanununa tabe olmadan da yaza bilərlər. Məsələn, sənətkar sözündə sözün kökündə incə sait olduğu halda şəkilçinin tərkibində qalın sait var. Bu artıq sübuta yetirir ki, həmin bir variantlı şəkilçilər ahəng qanununa tabe olmadan yazılır. Bu bizim ahəng qanunu haqqında qısa məlumatımız. Mən qeyd eləyərdim ki, ahəng qanunu və heca mövzusu haqqında çox nadirən sual düşür. Əsas bizdə durğanlaşıdır. Mütləq şəkildə bütün kateqoriyalarda vurğu olmalıdır. Baxın, vurğu da düşəndə daha çox praktika düşür. İndi qeyd eləyəcəm nələr düşür. Vurğu üç cür olur. Heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu. İlkin olaraq danışmalıyıq biz heca vurğusundan. Heca vurğusu nədir? Sözlərdə hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüzünə deyilir. Məsələn, mən kitab demirəm, mən kitab deyirəm. Vurğu sona düşür. Mən tutaq ki, kitablar demirəm, mən kitablar deyirəm. Vurğu sonuncu hecaya düşür. Və bəzən ola bilər ki, bizdə ümumiyyətlə vurğu sözün son hecasına düşməlidir. Biz alqunasiyalı dillərik və alqunasiyalı dillərdə vurğu sözün son hecasına düşür. Amma bəzi sözlər var ki, vurğu son hecaya düşməyə də bilər. Bu hansı zamanlarda olur? Ümumiyyətlə, vurğu sözün son hecasında olmayanda yerini dəyişmir, sabit qala bilər və yaxud həmin sözdə vurğu qəbul eləməyən şəkilçilər olar. İndi bu haqda danışaq. Ümumiyyətlə, vurğu qəbul eləməyən şəkilçilər haqqında danışaq. Bizim üçün ən vacib detal budur. Vurğu qəbul eləməyən şəkilçilər hansılardır? Soyad düzəldən ov, yev, ova, yeva. İsim düzəldən gir şəkilçisi vurğu qəbul eləmir. Ağayev sözündə yev hissəsi, yəni ov, yev hissəsi soyad düzəldən şəkilçisidir deyə vurğu A-nın üzərindədir. İsimlərdə və feillərdə xəbərli şəkilçiləri vurğu qəbul eləmir. Məsələn, tutaq ki, gəlmişəm. Baxın, bu sözə nəzarət eləyək. Gəlmişəm. Mən gəlmişəm. Buradakı am şəkilçisi şəxs sonluğudur. Bu şəxs sonluğu vurğu qəbul eləmədiyi üçün vurğu dərhal miş, yəni ikinci hecanın üzərinə keçir. Sonra bizdə lar şəkilçisi də vurğu qəbul eləmir. Amma bəzi detallar ola bilər ki, o vurğu qəbul eləyər. Əgər isimin cəm şəkilçisi kimi işlənərsə, lar vurğuludur. Məsələn, kitablar sözündə lar hissəci vurğuludur. Amma feilə artırılarsa həmin şəkilçi, lar vurğulu olmur. Məsələn, nümunə necə göstərək? Tutaq ki, fikir veririk ki, bircə dəqiqə üzr istəyirəm, həmin hissəyə daxil olaq.
PDF variantına çevrilmədiyi üçün toxunanda materialdan çıxır dərhal. Baxın, burada göstərək sizə. Dedik ki, lar feilləri artırılanda vurğu qəbul eləmir. Amma istisnası var. Əgər şudi keçmiş zamana əmrə və şərt şəklini artırılarsa, lar vurğulu olur. Əgər şudi keçmiş əmr və şərt şəklini artırılarsa, lar avtomatik vurğulu olur. Amma yerdə qalan feilləri artırılarsa, lar vurğulu ola bilməz. Tutaq ki, belə yazaq. Gəlirlər. Lər burada vurğulu deyil. Amma şudi keçmiş zamana əmrə və şərtə artırılanda lar vurğuludur. Məsələn, fikir verirsiniz gəlsələr sözündə. Sasə feilin şərt şəklidir. Lər feilin şərt şəklini artırılıb deyə lar burada vurğulu hesab olunur. Sonra digər bir anlayışımız bizdə zərf düzəldən şəkilçilərdir. La, casına, ca, ən şəkilçiləri. Bunlar bizdə vurğu qəbul eləmir. Zorla sözündə, məsələn, zərf düzəldən şəkilçi deyə vurğu zorun üzərindədir. Əgər la şəkilçisi amma feil düzəldərsə, vurğu qəbul eləyə bilər. Məsələn, başla, baş nə? Başla nə? Başla. Feil düzəldib deyə vurğunu götürüb. Ca ədat kimi işlənəndə vurğu qəbul edir. Məsələn, körpəcə sözündə, xırdaca sözündə ədat kimi işləndiyi üçün vurğu qəbul eləmiş olur. İdimiş isə hissəcikləri bizdə vurğu belə deyək də qəbul eləyə bilmir. Məsələn, tutaq ki, gəlirdi sözündə gəl sözün köküdür, indiki zamandır, d idin ixtisarıdır. Artıq d burada ixtisar formasında olduğu üçün burada avtomatik vurğunu götürmür, vurğu irin üzərinə keçir. Feillərdə inkar şəkilçisi ma vurğu qəbul eləmir. Süzmə, qovurma. Artıq burada inkar məzmunu olduğu üçün burada mamə şəkilçisi vurğu götürmədi. Feili bağlama şəkilçisi madan vurğu qəbul eləyə bilmir. Gəlmədən, oxumadan, madan burada vurğunu götürə bilməz. Dərk, tək, can şəkilçiləri, yəni bunlar qoşma hesab olunur. Evəcən, məsafə qoşması da, sənin tək, bənzətmə qoşması da. Bunlar vurğu qəbul eləyə bilməz. Şəkilçiləşmiş sual ədadı mı? Gəldinmi, yazdınmı? Bunlar vurğu qəbul eləyə bilməz. İlənin şəkilçiləşmiş forması vurğu qəbul eləyə bilməz. Anamla. Baxın, kim ilə sualına cavab verdiyi üçün qoşmadır və burada lalə vurğu qəbul eləyə bilməz. Lalə vurğu qəbul eləyə bilmədiyi üçün təbii ki, avtomatik burada vurğu anam, yəni ikinci hecanın üzərinə düşmüş olur. Daha sonra növbəti M-pırısı ünsürləri ilə bağlıdır. Sifətin çoxaltma dərəcəsini yaradan M-pırısı ünsürləri işlənən cümlədə və yaxud sözdə mütləq vurğu birinci hecanın üzərinə düşür. Qırmızı, qıpqırmızı. Fikir versiniz, çoxaltma dərəcəsini yaratdım. Çoxaltma dərəcəsini yaratdığım üçün vurğu birinci hecanın üzərində oldu. Doğru, dosdoğru. Çoxaltma dərəcəsini yaratdım. Vurğu birinci hecanın üzərində oldu. Xitablarda vurğu adətən bir vahid əvvəlki hecaya keçir. Bu nə deməkdir? Məsələn, deyirəm ki, Eldar, dərsi oxumusan? Eldara müraciət eləyirəm. Normalda Eldar bizə gəl. Normal bir cümlə olanda, müraciət olmayanda vurğu sonda olur. Amma deyəndə ki, Eldar, dərsi oxumusan? Xitab kimi işlənəndə vurğu dərhal bir vahid əvvələ, yəni sözün və yaxud adın əvvəlinə keçmiş olur. Sonra bizdə növbəti bir anlayış məntiqi vurğu və həyəcanlı vurğudur. Bunlar sizə lazım olmayan anlayışlardır. Yenə də qaranlıq qalmasın deyə qeyd edirəm. Məntiqi vurğulu söz, hansı ki, ümumiyyətlə məntiqi vurğuda heca olmur, söz anlayışı olur. Sözlərdən birinin digərinə nisbətən qüvvətli tələffüzünə deyilir. Məsələn, mən kəndə getdim birləşməsində kənd sözü burada məntiqi vurğulu sözdür. Və məntiqi vurğulu söz hər zaman xəbərin yanında, feili xəbərin yanında gəlir. Məsələn, qardaşım şəhərdən dünən gəlib. Baxın, gəlib feildir, dünən sözü məntiqi vurğulu söz hesab olunur. Və mən bu məntiqi vurğunun yerini rahatlıqla dəyişə bilərəm. İstəsəm deyərəm ki, mən dünən tutaq ki, kənddən gəldim. Və yaxud qardaşım şəhərdən dünən gəlib. Artıq qardaşım və mən sözlərini məntiqi vurğuya çevirdim. Həyəcanlı vurğuda hiss-həyəcan bildirir. Məsələn, Qarabağ işğaldan azad oldu. Bu qədər. Yəni, məntiqi vurğu və həyəcanlı vurğu üçün danışacağımız çox anlayış yoxdur və təbii ki, bu qəbul proqramında da yerləşdirilmir.
Növbəti vurğu haqqında məlumatdır ki, hansı ki bunlar kitabda olmayan qeydlərdir və siz bunu mütləq əzbərləməlisiniz. Bunlar kitabda olmayan qeydlərdir və qəbul suallarına düşə bilir. Yadda saxlamaq lazımdır ki, bizim sözlərimizdə vurğu hər zaman sonuncu hecanın üzərinə düşür. Amma dünən bildir, sanki necə bayaq yenə yalnız tipli birləşmələrdə öz sözümüz olmasına baxmayaraq vurğu birinci hecanın əvvəlinə düşür, yəni birinci hecaya düşür. Əgər sözdə uzanma varsa, yəni hecada uzanma varsa, uzanma ilə vurğu eyni hecanın üzərində ola bilməz. Amma bəzi, bəzən, lakin, yəni, sonra, daim tipli sözlər istisnadır ki, məsələn, bəzi sözündə i saiti uzandığı halda, üzr istəyirəm, ə saiti uzandığı halda vurğu eyni zamanda ənin üzərinə düşmüş olur. Artıq bu burada istisnadır. İttisaqilik prinsipini pozur. Çünki uzanma ilə vurğu eyni hecanın üzərinə düşə bilməz. Və yaxud sözdə söz o ilə yazılırsa və aya keçmirsə, həmin söz vurğulu olur. Məsələn, obraz yazıram. Obraz, abraz demirəm ki, o aya keçmir. Əgər o aya keçmirsə, deməli o saiti vurğuludur. Amma o aya keçsəydi, məsələn, konfet, konfet. Artıq o saiti heç vaxt vurğulu ola bilməzdi. Sonra, əgər log anlayışı bildirən şəkilçi insan anlayışı, yəni insan ixtisası yaradan sözlərə qoşularsa, vurğu qəbul eləmir. Filolog, məsələn, Azərbaycan dili ədəbiyyat müəllimliyinə deyilir. Psixoloq, türkoloq, türk dili ilə məşğul olan şəxsə deyilir. Psixoloq, bildiyimiz normal psixoloqdur. İnsan anlayışı bildirdiyi üçün fikir versiz log hissəsi vurğulu deyil. Amma cansız varlıqlara qoşulanda, məsələn, monoloq, dialoq tipli sözlər cansız varlıqdır. Cansız varlıq olduğu üçün log hissəci burada vurğu qəbul eləmiş olur. Sonra logiya sonluğu. Logiya sonluğunda vurğu lo'nun üzərinə düşür. Məsələn, frazologiya, ekologiya, zoologiya, logiya ilə bitəndə vurğu lo hecasının üzərinə düşür. Sonra digər bir anlaşımız, əgər sözlər, hansı ki bu hissəciklərlə tor, ika, iya, qraf, metr sonluğu ilə bitərsə, vurğu bunlardan əvvələ keçir. Ən çox düşən nüansı bu. Məsələn, mən bura yazıram fizika sözünü. İmtahana ancaq hal-hazırda dediyim bu 7-ci qayda düşür. 7-ci qaydanı sizə təhkürlə deyirəm ki, əzbərləmək lazımdır. Çünki çox düşə bilən bir şeydir. Fizika sözündə ika şəkilçisini silirsiniz, vurğu fiilin üzərinə düşür, yəni əvvəlki hecaya düşür. Sonra sonlar, sözün sonu izm, istifon, skop hissəcikləri ilə bitərsə, vurğu olduğu kimi qalır. Humanizm, yəni sonda qalır, jurnalist sonda qalır, telefon sonda qalır, teleskop sonda qalır. Sonra əgər söz teka sonluğu ilə bitərsə, vurğu T-nin üzərində olur. Diskoteka şəklində olur. Əgər sözün sonu O, E, I saitləri ilə bitərsə, vurğu çox zaman həmin saitdən əvvəlki hecaya düşür. Kofe sözündə sözün sonu E ilə bitib, vurğu avtomatik ko hissəsinə düşmüş olur. Sonra əgər hər hansı bir sözdə 3 dənə sait, A saiti yanaşı işlənərsə, vurğu ikinci A-nın üzərində olur. Məsələn, Panama. Görürsüz, vurğu A-nın ikinci hecanın üzərində oldu. Sonu al ilə bitən sözlərdə adətən vurğu sonda olur. Funksional, fundamental, marşal sözü istisna olmaqla. Sonu ik və manla bitən sözlərdə daha çox vurğusu dəyişməklə mənası dəyişən sözlər olur. Məsələn, mən bura yazıram alma sözünü, 2 dənə yazacağam. Biri var, deyirəm ki, alma mənim ən çox sevdiyim meyvədir. Vurğu sonuncu hecaya düşdü. Amma deyirəm ki, bir də kitabı alma. Alma deyəndə, inkar eləyəndə artıq bu feil kimi işlənir və vurğu birinci hecanın üzərinə düşür. Bu da vurğusu dəyişməklə mənası dəyişən sözlər kateqoriyasına girir. Bəzi sözlər var, bunlara baxmaq lazımdır. İmtahanda istifadə olunan sözlərdir. Akademik, estetik, komik, klassik, romantik, qrafik, elektrik, lirik tipli sözlər vurğusu dəyişməklə mənası dəyişən sözlər kateqoriyasına daxildir. Məsələn, komik necə vurğusu dəyişməklə mənası dəyişər? Bir var komik insan. Bir də var, məsələn, komik insan kimi olanda sifət olur. Bir də var komik janr, komediya janrı. Artıq ədəbiyyatda janr. Artıq bu isim rolunu oynayır və vurğu birinci hecanın üzərinə düşür. Bəzi istisnalar var. Bunlara da nəzər yetirmək lazımdır. Məsələn, baxın, Ağdam, Ağdaş, Göyçay, Göl tipli sözlərdə vurğu hər zaman birinci hecanın üzərindədir. Qızılgül, Qarabağ, Qaradağ tipli sözlərdə isə vurğu ikinci hecanın üzərinə düşmüş olur. Daha sonra bunlar əzbərə suallardır, əzbərə şəkildə bilinməlidir. M+s ünsürü haqqında danışmışıq. Artıq bilirik ki, bu sözlərdə vurğu hər zaman əvvəldə olur. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər, qoşa-qoşa, asta-asta. Burada eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə adətən hər sözün ayrı-ayrılıqda vurğusu olmuş olur.
Amma eyni sözün təkrarı olmasa, məsələn, yazsam bura ayaq, qabı. Bu sözdə artıq vurğu ayrı-ayrılıqda göstərilmir. Vurğu elə bir dənə sonuncu sözün üzərində göstərilir. İmtahanla bağlı bəzi imtahanda istifadə olunan sözlər, qarustuk, sintaksis, firma, ferma, forma tipli sözlərdə vurğu birinci hecəyə düşür. Defiz, kassir, esse, relief, kreslo, iyun, iyul tipli sözlərdə vurğu ikinci hecanın üzərinə düşür. Bu bizim vurğu haqqında anlayışlarımızdır. Çox məqsədə uyğun olardı ki, siz burada vurğu haqqında məlumat yazılan bölməni əzbərləyəsiniz. Mən əzbərləmə tərəfdarı deyiləm. Mənə görə əzbərlənən bir nüans sürətlə yaddan çıxa bilər. Amma təəssüf ki, bəzi anlayışlar var ki, siz onları əzbərləməsəz, ümumiyyətlə yadda saxlamaq mümkün deyil. Fonetikadan da imtahanat sual düşəndə adətən vurğu ilə bağlı düşür və yaxud səs artımı, səs düşmə hadisəsi ilə bağlı düşür. Hansı ki, bunların hər birini biz dərsdə test materiallarının üzərində tətbiq eləyəcəyik. Amma vurğu, hər imtahan vurğu istənilən kateqoriyada istifadə olunan sual tipidir. Və ən çox da praktik qaydada düşür. İK, İA, TOR, qraf, teka tipli hissələrlə bağlı düşür.